مطلب دوم مربوط به این حرکت şerurane است که İranla bağlı elə bir vəziyyət var ki, çox tezliklə nəsə baş verəcək. Bu sözləri ABŞ prezidenti Donald Trump İranla nüvə proqramı haqqında razılığa gəlməklə bağlı jurnalistlərə açıqlamasında deyib. Martın 7-sində ABŞ prezidenti Donald Trump İranın ali dini lideri Ayətullah Əli Xameyniyə məktub ünvanladığını bildirib. Trumpın sözlərinə görə o məktubda Tehranı İran nüvə proqramının azaldılması və Trumpın birinci prezidentliyi dövründə İranın imtina etdiyi razılaşmaya qayıtması üçün ABŞ-la danışıqları çağırıb. Trump deyib ki, İranla bağlı iki yol var. Ya hərbi yolla, ya da Tehranı nüvə silahı əldə etməkdən çəkindirmək üçün razılaşma əldə etməklə. ABŞ və İsrail uzun müddətdir Tehranı nüvə silahı əldə etməsinə icazə verməyəcəklərini bildirir. Amerika prezidenti belə bir razılaşmanın İranın xeyrinə olacağını deyib. Biz daha bir ölkənin nüvə silahı əldə etməsinə icazə verə bilmərik. Yazdım ki, danışıqlara ümid edirəm. Əks halda hərbi güc tətbiq etməli olacağıq və bu dəhşətli olacaq, o bildirib. Martın 8-də isə İran rəsmiləri qarşısında çıxış edən dini lider Əli Xamneyi Trumpın və ya ABŞ-ın adını açıq şəkildə çəkmədən bildirir. Stat: Bəzi güc tətbiq edən hökumətlərin danışıqlarda israr etməsi problemləri həll etmək üçün deyil. Onlar üçün danışıqlar yeni tələblər irəli sürmək üçün bir vasitədir. Bu təkcə İranın nüvə məsələsi ilə bağlı deyil. İran onların gözləntilərini qətiyyən qəbul etməyəcək. Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brian Hughes martın 9-da verdiyi bəyanatda bildirib ki, ümid edirik ki, İran rejimi öz xalqını və milli maraqlarını terrorizmdən üstün tutacaq. O eyni zamanda prezident Trumpın sözlərini təkrarlayaraq vurğulayıb ki, əgər hərbi müdaxilə etməli olsaq, bu dəhşətli bir şey olacaq. Martın 2-də İran prezidenti Məsud Pezeşkiyan ABŞ-la danışıqlar aparmağı zəruri saydığını, lakin İslam Respublikasının ali rəhbəri Xameyninin bunun əleyhinə olduğunu bildirib. Lakin biz problemlərin həlli üçün uyğun yollar tapmalıyıq, o deyib. Martın 10-da X sosial şəbəkəsindəki paylaşımında İranın Xarici İşlər naziri bildirib ki, onun ölkəsi təzyiq və hədə-qorxu altında danışıqlar aparmayacaq. Hətta hansı mövzuda olmasından asılı olmayaraq bunu nəzərə almayacaq. Danışıqlar zorakılıq və diktə etməklə eyni şey deyil.